İllərlə işləyirsiniz, maaşınızdan sosial sığorta ödənişləri tutulur və nəticədə sizin adınıza pensiya kapitalı formalaşır. Amma əsas sual budur. Bu pul həqiqətən sizindirmi? Və ən vacibi, pensiya yaşına çatmamış həmin kapitaldan istifadə edə bilərsinizmi? Məhz bu məsələ ilə bağlı yeni müzakirələr yenidən gündəmə gəlib. Hazırda vətəndaşların fərdi hesabında toplanan pensiya kapitalı gələcəkdə əmək pensiyasının hesablanmasında əsas göstəricilərdən biridir. Sadə dillə desək, siz işlədikcə və sosial sığorta haqqı ödədikcə fərdi hesabınızda pensiya kapitalı formalaşır. Amma həmin məbləği bugün bank hesabınızdakı pul kimi götürüb xərcləyə bilmirsiniz. Məsələn, fərdi hesabınızda 30 min, 40 min, hətta 50 min manat pensiya kapitalı görünə bilər. Amma bu, həmin məbləğin sizin sərbəst şəkildə çıxara biləcəyiniz nağd pul olduğu anlamına gəlmir. Məhz buna görə vətəndaşlar arasında uzun müddətdir ki, belə bir sual var. Əgər bu kapital mənim adımdadırsa, niyə ondan pensiya yaşına çatmamış istifadə edə bilmirəm? Hazırda bu məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Hətta bəzi təkliflərdə vətəndaşın pensiya yaşına çatmadan əvvəl öz pensiya kapitalının müəyyən hissəsindən istifadə etməsinə imkan yaradılması müzakirə olunur. Digər təkliflərdən biri isə vətəndaş pensiya yaşına çatmadan vəfat etdiyi halda onun topladığı kapitalın müəyyən hissəsinin varislərinə verilməsi ilə bağlıdır. Bu məsələ xüsusilə ona görə diqqət çəkir ki, bəzi insanlar uzun illər işləyir, sosial sığorta haqqı ödəyir, lakin müxtəlif səbəblərdən pensiya yaşına çatmadan dünyasını dəyişir. Belə olan halda isə vətəndaşın illər ərzində adına formalaşan pensiya kapitalının taleyi də müzakirə mövzusuna çevrilir. Bəs indi ən vacib suala cavab verək. Pensiya kapitalınızı sabah gedib götürə bilərsinizmi? Xeyr, hazırda bunun üçün qüvvədə olan ümumi qayda yoxdur. Yeni müzakirələr və təkliflər olsa da, bu istiqamətdə konkret qərarın qəbul edildiyini demək olmaz. Hətta mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, pensiya yaşına çatmadan pensiya kapitalından istifadə məsələsi uzun illərdir müzakirə olunur. Onun fikrincə, yaxın illərdə bununla bağlı konkret qərarın qəbul edilməsi real görünmür. Yəni, sosial şəbəkələrdə və bəzi xəbərlərdə pensiya kapitalınızı artıq götürə biləcəksiniz kimi məlumatlara rast gəlsəniz, bunu hazırda qüvvəyə minmiş qərar kimi qəbul etməyin. Amma məsələ bununla bitmir. Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Yaşa görə əmək pensiyası hüququnun yaranması üçün isə müəyyən şərtlər mövcuddur. Vətəndaşın fərdi hesabında tələb olunan minimum pensiya kapitalı olmalıdır və ya qanunvericilikdə nəzərdə tutulan sığorta stajı şərtini ödəməlidir. Hazırda minimum pensiya kapitalı 46.080 manatdır. Bu rəqəm bir çox vətəndaş üçün kifayət qədər böyük məbləğdir. Xüsusilə aşağı maaşla çalışan və uzun müddət rəsmi əmək fəaliyyəti olmayan şəxslər üçün tələb olunan kapitalın toplanması çətin ola bilər. Ona görə də pensiya kapitalından istifadə məsələsi gələcəkdə yenidən ciddi müzakirələrə səbəb ola bilər. İndi isə sizdən soruşuram. Sizcə vətəndaşın öz adına toplanan pensiya kapitalının müəyyən hissəsini pensiya yaşına çatmamış götürməsinə icazə verilməlidirmi? Yoxsa həmin vəsait yalnız pensiya təminatı üçün istifadə olunmalıdır? Fikrinizi mütləq şərh bölməsində yazın. Əgər sizin də fərdi hesabınızda pensiya kapitalı varsa, bu videonu yaxınlarınıza göndərin. Çünki bəlkə də onların da bilmədiyi vacib bir məsələ var. Kanala abunə olun və videonu bəyənin.